Demək uşaqlar, 1992-ci ilin 8 mayında işğal olundu hara? Şuşa. Şuşa haradır? 9. Aha. Yaxşı. 1993 3 aprel işğal olundu hara? Kəlbəcər. Kəlbəcər haradır? 1. Kəlbəcər nətər tapırıq? Aşdadır. Deməli, əvvəla böyükdür, çıxıntısı var. Deməli, böyük çıxıntı və ardıcıllıq nətər gəlirik? Hansı? Kəlqız, qılı, çılı, qızı. Onda 1 haradır? 2, 6, 4. Aha, onda deyək görək 2. Yəni Laçın nə zaman işğal olundu? Aha, onda 92-də işğal olunan 2 dənə rayon hansıdır? Şuşa, Laçın, bəli. Yaxşı, onda 6. 6 har oldu? Qubadlı nə vaxt işğal olundu? 23'ü. Aha. 1993. Bəlkə 31 avqustdur. Bəli, avqustun 31-i. Nətər yadda saxlayın? Baxın, Qubadlının ısı, bir oxşuyur, 31-in biri. Yəni oxşuyur. Deməli 31 avqust təkdi Qubadlıdır. Təkdi Qubadlıdır, Qubadlı təkdir. Amma 2 dənə olan 2-3. 23 olan yəni Cəbrayılla Füzuli nə vaxtdır? O da 23'üydü. 23 avqust. Aha, 23 avqust onda Cəbrayıl Füzulinin xətti də göstərək. 7 ilə 5. 7 ilə 5 demək 4 haradır? Zəngilan. Biri Z nöqtəsi, son nöqtə Zəngilandır. Z-nın yanında C var. C yəni haradır? Cəbrayıl. Cəbrayılın yanında Füzuli var. Deməli 7 olacaq Cəbrayıl, 5 olacaq Füzuli. Cəbrayıl Füzuli işğal olundu nə vaxt? 23 avqust 93. 93. Cəmi 2 dənəsi 92, qalanlar 93. İndi baxıram. Bəs yaxşı. 93-ün 23 avqustu budur. 23 iyulda hara işğal olunmuşdu? Ağdam. Ağdamı necə tapırıq? Ağdam nətər demişdim həmişə? Ağdamda hansı abidəmiz var idi? Oğlan qala. Yox. Ağdamlar nətərdir deyirdim? Covur. Covur. Deməli onda Covur qala hardaydı? Ağdamda. Onda Ağdam, özə deyirdim Ağdamın nəyi var? Quyruğu var. Quyruqlu yer haradır? Ağdam. Deməli onda 10 quyruqlu yer haradır? Sapaşki oxşan haraydı? İtaliya. Aha, 10 demək har oldu? İtalya'da Ağdam. Aha, yaxşı. Ağlar, ağ bacılar yanaşıdır. Onda Ağdamın yanında Ağcabədi var. Yəni onun yanında 12. Ağdamın üstü ağ təmizdir, tərdir. Ağdamın üstü tərtər. Deməli onda 11 haradır? Tərtər. Ağcabədinin bədisi, Bərdənin bərdəsi. Demək 12-nin üstə nə var? 13 Bərdə. Ay sağ olun. Yaxşı. Onda gəlsək buradan bir dənə. Məsələn dediniz ki, Xocavənd var. Xocavənd haradır uşaqlar? Kocaman 8. 8. 2 dənə yerin birləşməsinə oxşuyur. Bəs 3 haradır? Bəli, Xocalı. Elə Xocalı soyqırımı nə vaxt törədilibdi? 1992. Ay, son. 25-dən 26-dan keçən gecə. Doğrudur. Yaxşı. Bir də gəlsək onda bu gün öyrənibsiz. Qoy görüm, yadınızda qalıbdımı? Dedik ki, Beyləqan əməliyyatı olmuşdu Heydər Əliyevin dövründə. Tank hücumunun qarşısı almışdı. Nə vaxt? 93-ün dekabrında 93-ün dekabrında tank hücumu deyir noyabrda cəbhədə bütün üstünlük bizim əlimizə keçdi və 93-ün noyabrında elə Heydər Əliyev xalqa müraciət elədi və 93-cü ilin dekabrında isə tank hücumunun qarşısı alındı. Həm də bildik ki 93-də oktyabrda Heydər Əliyev artıq prezident seçilibdi və o deyir prezident seçiləndən sonra orduda dəyişkənlik elədi. Ayrı-ayrı siyasi qurumlarda ordu birləşmirdi, bir qrupa yığdı. Vahid komandanlıq yarandı. Bu da təbii ki ordunun güclənməyinə səbəb oldu və elə 93 dekabrında tank hücumunun qarşısı alındı. Akif Xan Əliyevlə kim idi burada rəşadət göstərən? Etibar İsmailov. Elə Etibar İsmailov da milli qəhrəman adına layiq görülmüşdü. Deməli onda Beyləqan əməliyyatı deyəndə biz haranı götürəcəyik? 19, bəli, deməli Beyləqan bu belə uzuna yer, özdə İranla sərhədimizdir, Beyləqandır. Aha, indi bu hissəni hələlik gedək. Deməli, desəm ki, Nərmin bir har oldu? Kəlbəcər nə vaxt işğal olundu?
93-ün Aprelin 3-ü. 3 aprelində. İndi hansı aydır? Aprel. Demək, apreldə işğal olunan ərazi hansıdır? Kəlbəcər. 93-ün 3 apreli. 92-də 2 dənə ərazi işğal olundu. Hansı idi? 92-də Şuşa, Laçın, Şuşa. Laçın, Şuşa yoxsa Şuşa Laçın? Şuşa, Laçın. Şuşa Laçın. 8 may, 18 may. Ay, son. Demək 8 mayda hara işğal olundu? Şuşa. 18 mayda Laçın. Şuşa, Laçın. Demək 8 may, Şuşa. 18 may. Onda Şuşanın yerini göstər. Şuşa 9 nömrədir, Laçında 2 nömrədir. Aha, doğrudur. Yaxşı, onda 93-ün 3 aprelində işğal olunan ərazini göstər. 90-cı necə? 3 apreli. Kəlbəcər. Aha, neçədir? 1 nömrə, doğrudur. Yaxşı, Leyla, onda sən də görüm. Deməli, 93-ün iyunun əvvəli hara işğal olunmuşdu? Burada yazdırmamışam onu. 93-ün iyunun əvvəli işğal olundu dedik, ha. Ağdərə, ay yaşa. Təzə tutulur bir il sonra. Ağdərədə belə bir şey var. Deməli, Ay var idi. günü var. Hə, indi yeni kitabda çıxıbdı, eləcə iyunun əvvəli deyirik. İyunun əvvəli. Yonudur. Deməli, Ağdərədə əməliyyatlar olubdu, uşaqlar. Ağdərə sadəcə olaraq bir neçə elə bir ərazinin birləşməsinə olan bir rayondur deyə. Konkret olaraq yerini burada göstərmirik. Deməli, Ağdərə iyunun əvvəli işğal olundu və sonda desəm ki, nə oldu? Demək uşaqlar, baxın belə yadda saxlayaq da. Elə bir Ağdərən əvvəl iyun verirdi, elə məndə avtomat birində iyun qalmışdı. İyun vermişdi, iyun dedim, amma indi yeni dərsdə artıq iyulun əvvəli göstəririk. İyul. Elə iyul, aysa, avqust, oktyabr. Ən son işğal olunan har oldu? Z nöqtəsi, Zəngilan. Nə vaxtı? 29 oktyabr. Bəli, onda 29 oktyabrda Zəngilan xəritədə göstərək. 4. Yox, 29-udur. 31 bizdə. Kitabda səhvdir. 29 oktyabrda har oldu? 29 oktyabr. 29 oktyabr. Deməli, hara götürəcəyik Zəngilanı? Zəngilan 4 oktyabr. 4, bəli, 4 Zəngilan. Z nöqtəsi, son nöqtəmiz Zəngilan. Mən tarixini dedim. Deməli, Zəngilan nə vaxt işğal olundu? 9 oktyabr. Ay, yaxşı, neçənci il? 1993. Aha, bəs yaxşı, onda İlham, Qubadlı nə vaxt işğal olundu? 31, neçənci il? Qubadlı har oldu? 6. Bəs yaxşı, onda Zeynəb, de görüm Ağdam nə zaman işğal olundu? Ağdam. 93'te. 93-ün hansı ayında? L'nın 23 iyul. Birinci ağlar gəlir. Ağdərə, Ağdam. Birinci ağlar gəlir. Ağdərə, Ağdam. Deməli, Ağdam iyuldadır. 23 iyul, yəni 93-də o gələn əməliyyatlarda deyirəm, yay əməliyyatlarında. Deməli, Ağdam neçədir? 10, bəli. Bəs 12 dedi. Ağdam Ağcabədi, bəli. Bəs onda desəm ki, 3 haradır? Xocalı, bəli. Xocalıda bəs onda əməliyyatlar nə vaxt oldu? Xocalı faciəsi 92-26 fevral, doğru. Deməli, Xocalı oldu 92-26 fevral. 92-nin 8 mayı Şuşa, 18 mayı Laçın, yaxşı, 93-cü ilin 3 apreli Kəlbəcər, 93-cü ilin L'nın əvvəli Ağdərə, L'nın 23-ü, o 23 avqust Cəbrayıl Füzuli, Zəngilan, bəli. Bu işğal olunan rayonlarımız. İndi belə desəm buradan yuxarıdan bizim Gürcüstanla sərhədimiz hansı? Qazax. Demək onda Qazax neçədir? 23. Qazaxla Tovuzun arasında hara yerləşirdi? Ağstafa. Deməli 22 har olduğunda Ağstafa, 21 onda har olur? Onda Tovuzda hansı dövrə aid mədəniyyət abidəmiz var idi? Kürtəpə. Yox, Tovuzda. Tovuzda. Kimin ölkəsində? Harda? Hansı dövr? Paleolit, mezolit, neolit. Bəli, neolit dövrünə aid. Neolit dövrünə aid oraqlar tapılmışdı. Tovuzda Göytəpə neolitdə idi. Bir də var idi Urmiyada Göytəpə. Urmiyada Göytəpə hansı dövrə aid idi? O, Orta Tunc dövründə şəhər mərkəzidir, doğrudur. Və yaxşı, onda Qazaxda deyirik hansı abidəmiz var idi? Erkən Tunc dövrünə aid. Qədim daş dövrünə aid daş salahı damcılı, doğrudur. Bəs erkən Tunc dövrünə aid ibadətgah var idi.
Birinci İbadətgah. Maxda Naxçıvandadır. Kültəpə Naxçıvandadır. Sərkartəpə Xaçmazdadır. Düz yuxarı gedəcəyik. Bəli, Baba Dərviş deməli. Qazaxda Baba Dərviş. Yaxşı. Sonra gəlsək bura. Uşaqlar, onda 18 har olar. Gədəbəy, bəli. Bu gün dərsin içində öyrənmişdik səhv eləmirəmsə. Deyirdik ki, yeganə anklav. Hə, yaradılıram. Mən bilirəm. De. Ay bilirəm adını tutmadı. Ayla başlayır. Anklav. Düşməndən azad olunurdu. Nə vaxt? Haraydı ora? Ay, dəli olacağam. Başar. Başkənd. Başkənd düşməndən azad oldu. Həmin başkənd harda yerləşir? Həmin başkənd Gədəbəydə yerləşir. Deməli, yeganə anklav, başkənd nə vaxt düşməndən azad olunurdu bəs? Siz niyə anklavdır? Çünki bir neçə elə bir dövlətin quru sərhəddir. Elə Ermənistanla bizim aramızda olan yeganə quru sərhəd oradır. Bəs onda anklav olan başkənd nə vaxt düşməndən azad olunur? Niyə sustuq? Niyə sustuq? 93. 3-dədir onu bilirəm. 2-dədir. Bilmirəm. 4-dədir. 4 nə idi? 4 heç yoxdur. 92-dir, yaydaydı. Biçkənddir. Müvəffəqiyyətlərin içində. Biz 92-də hansı müvəffəqiyyətlər əldə eləmişdik? Elçibəyin vaxtında hələ Elçibəyin dövründə Heydər Əliyev kimi vahid komandanlıq yaradılmışdı. Burada uğurlar əldə elədik. Elə Ağdərə əməliyyatında Goranboyda göstərin görüm xəritədə. Dedik 25. 15, bəli, 15 böyük yer. Bura oldu Goranboy. Bəs 16 Gəncə, 17 bəli, 18-də hara oldu? Gədəbəy oldu. İndi deməli, Gədəbəydə əməliyyat nə vaxt oldu? Bəs onda 92-də Goranboyda və bir də harda əməliyyatlar oldu? İyunda. Aha, bir də Ağdərədə əməliyyatlar keçirildi və burada bir sıra torpaqlarımız düşməndən yox. Ağdərədə və Goranboyda əməliyyata keçir, hətta Tərtərdə. Burada bir sıra ərazilərimiz düşməndən təmizlənirdi. Amma təzədən Ağdərə nə zaman işğal olundu? Yəni 7 iyun. İyul 93. Aha. Sonra buradan qoy görüm nə deyim. Bir də gözləyə. Yo. 20 har oldu? O vertingdədir oraya. 20 har oldu? Şəmkir. Şəmkir. Ay, sağ ol. Və 14 haradı? Mingəçevir su anbarının altı. Yevlax doğrudur. Və Mingəçevirlər oldu. Mingəçevir də elə Yevlaxın üstüdür. Bax orada balaca yer. Bəli.